Salam dəyərli izləyicilər, Azərbaycanda icra başçısının müavini ilə dalaşan şəxs həbs edilib və hadisə Qəbələdə baş verib. Hadisə ötən həftə Qəbələ rayon icra hakimiyyətinin inzibati binasında qeydə alınıb. İşsiz olduğu üçün qəbula yazılan rayonun Sultanmuxa kənd sakini 1968-ci il təvəllüdlü Məmmədovla bu soyad şərtidir. İcra başçısının müavini Arif Abdullayev arasında insident baş verib. Onları icra hakimiyyətinin digər əməkdaşları ayırıblar və Məmmədov ora dəvət etmiş polis əməkdaşları tərəfindən saxlanılaraq Qəbələ rayon polis şöbəsinə aparılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu xırda xuliqanlıq maddəsi ilə protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib və rayon icra hakimiyyəti əməkdaşlarının iştirakı ilə tərtib edilmiş aktda qeyd olunub ki, Məmmədov, yəni vətəndaş əvvəllər dəfələrlə icra başçısının müavininin və digər vəzifəli şəxslərin qəbulunda olub. 5 dekabr 2025-ci il tarixdə saat 09:20 radələrində icra hakimiyyətinin inzibati binasında olarkən Məmmədovun psixoloji durumu yerində olmayıb, özünü idarə edə bilməyərək nə istədiyini bilmədən səs fonunu olduqca yüksəldib. Əsassız ittihamlar səsləndirərək qəbula gələn digər vətəndaşlara problem yaradaraq ictimai asayişi pozub. Məmmədov isə belə bir açıqlama verib ki, bu il Qəbələ rayon Peşə Təhsil Mərkəzində yataqxana növbətçisi vəzifəsində işdən azad olundum və ali təhsilli iqtisadçı olmağıma baxmayaraq hazırda günəmuzd fəhlə işləyirəm. Amma sağlamlığım imkan vermədiyindən həmin məşğuliyyəti davam etdirə bilmirəm. İxtisasına uyğun işlə təmin edilməkdən ötürü dəfələrlə məmurların qəbulunda olmuşam. İndiyə qədər işlə təmin olunmamışam. İcra başçısının müavini Arif Abdullayevin qəbulunda oldum və ona gəlişimin məqsədini bildirərək başçı ilə görüşmək istədiyimi dedim. Həmin vaxt Arif Abdullayev, yəni icra başçısının müavini heç bir səbəb olmadan mübahisə eləməyə başladı. Qəfildən üzərimə hücum eləyərək iki əli ilə boğazımdan tutaraq məni boğmağa cəhd etdi və Qəbələ rayon icra hakimiyyətinin şöbə müdiri Abdullayevi tutub kənara çəkərək bizi bir-birimizdən ayırdı. Həmin vaxt özümü itirdim, səhhətimdə narahatlıq yarandığı üçün xəstəxanaya getdim. Qəbələ rayon məhkəməsinin qərarı ilə vətəndaşa 10 sutkalıq inzibati həbs verildi.